Keçmişin izləri, Qərbi Azərbaycan adət və ənənələri, Qərbi Azərbaycanın mədəni izlərini daşıyan insanların xatirələrinə səfər edən video məzmun layihəsidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və videoda səsləndirilən fikirlərə görə Gənclər Fondu məsuliyyət daşımır. Layihə rəhbəri Müşfiq Mehdizadə. Elçi gediləndə oğlan qızı elə vaxt görürdü. Oğlanın atası, anası deyirdi, kəsin qızı var, bala vaxtın çatıb, artıq böyüyübsən, 23-24 yaşındasan, sən evlənməlisən. Elçi gedirdilər, qabaqcı qadınlar gedirdi, elə belə soruşub, baxırdılar ki, yəni qohumluğa uyğundurlar. Gəlib süfrəni açırdılar, çay qoyurdular, məsləhət edirdilər ki, yəni çayınız içilərmi? İndi bizdə gedib deyirlər ki, elçi gəlmişik, bir qız, bir oğlanız, amma orada elə şey yoxdur. Orada 2 dənə apardı, birini nar götürürdü, birdən də 3-4 dənə də qoz götürürdü. Yəni ki, narı götürün, narda 40 dənə bağlama var. Qozu nəyə görə götürürdülər? Kim bunların ailəsinlə, sənin ailən uyğun gələr, narı əlində belə fırlayıb, narı göstərərdi ki, nar kimi ailəmiz, yəni artımlı, qüvvəli, küp bir yumruq kimi olsun. Necə deyirik? Dəmir yumruq. Eyni həmən dəmir yumruqdur. Yox, görür ki, söhbətin məsləhəti mi uyğun gəlmir, qozu başlayır belə vurmağa. Yəni, stol qoza yapışanda bizim də qohumluğumuz tutacaq. Stola qoz yapışasıdır, sən onu deyirsən. Xıdır Nəbi gəlirdi, qoduna bax, yumurta gəldi, heyvan kəsirdilir, çərşənbələrdə, başlayanda. Birinci çillə girəndən yumurta döyüşdürməsi var. Get-gedə nə yumurta döyüşdürən var, nə qapı pusan var. Çərşənbələr girən gündən sulaşma olurdu. Orada kimsə xətrinə dəyə bilməz. Adi kobudluq eləyərdilərsə, gedək bayram günündə barışdıraq bunları. Ölüm dirim söhbətini bir dəfəlik bir dənə heyvanı kəsirdilər. Hər ikisi bir çörək bölürdülər. Bu çörəyin parası sənindir, parası da sənindir. Barışdırırdılar. Ağsaqqal sənin elə bir dünyanla bərabər idi. Amma burada gələk səni aparanda ya prokuror çağırasa, ya polis çağırasa ki, bizi gəl barışdır ki. Orada ağsaqqal gəlirdi, bax bu dəqiqənin özündə Göygöl rayonunda, bəzi kətlərində ev var. O heç ehtiyac yoxdur. Ağsaqqal gəl cəzası var, içəri tuluyur. Göyçəli adətinə görə yaramazdır. Yəni bu düzgün hərəkət deyil. Ya onu nə xeyrə, nə şərə çağırmırdılar, utanıb özündən, utanırdı, o hərəkətə artıq getmirdi. Bugün doğulduğunuz kəndə qayıtsaz, ilk haranı ziyarət eləyərdiniz? Nənəmin, babamın qəbrini. Allah keçənlərimizə rəhmət eləsin. Ata babam. Deyirdi, öküz cöngə dağı deyirdilər. Elə hündür dağ idi. Orada qara dam deyirlər, yəni yerdən quruma evlər. Evin qabağında bir yekə daş var idi. Ata babam orada oturardı. O insan deyir, gələndə kəndə, Qızılvəngə gələndə. Hamı deyirdi ki, nə, ehtiyatlı olun, bizə kişi gəlir. Sakit durun. Səs eləməyin, nəsə xətrinə dəyərsiniz. Hamı deyir, açardı, süfrə açardı, halva pişirərdi, heyvan kəsərdi. O Göyçədən çıxanda bütün var-variyyətini deyir, eləcə hamıya kənd cəmatına payladı deyir, çıxdı. Bircədən dedik, Qarabağ atını götürdü, bir də o xırda para 5-10 manat qızıl pullarını götürdü. Bir dənə deyir, mal, qoyun, arı saxlayan olur. Güclü hada elə belə yox, güclü mal heyvanı var. Hamısını deyir, beləcə kənddə, deyir ki, filan kəsə bax, 5 dənə verin, filan kəsə bir də belə verin.
payladı da getdi. Bir dəqiqə onun qohum əqrabası İrandadır. Rəhmətli atam sağlığındakən Bərdədə xalam uşaqları gedirdi İrana. Onlar bilirdilər harda yaşadığını. Ancaq artıq bizim əlaqəmiz İranla yoxdur deyil, gediş-gəliş dayanıbdır. Evdən çıxanda nə isə xatirə kimi götürmək imkanınız oldu mu? O zaman bu dəqiqə xatirə ki, mən anamın bu dəqiqə cəhrəsidir, darağıdır, atamın öz əlindən düzəltdiyi kirkirədir, dəhrədir. Onların hamısı durubdur, mənim özümdədir. O gəldi, istədilər muzeyə kirkirəni vermədi. O, atadan qalan mirasdır. Yaşadığın evin, yaşadığın doğma torpağın nəfəsi ondadır. O kirkiriyə baxanda, cəhriyə baxanda, darağı görəndə bütün dünya hamısı gözün qabağında bir anlığa fikirləşirsən. Yadına salınmaq istəyirsənsə təmizini, gözlüğü yum, bir anlıq elə bir yuxuya gedirsən. Bütün hamısı necə o əvvəllər lentiyə baxırdı kinoya. O şəkildə kino ki, bütün hamısı gözün qabağına gəlir. Valideynlərinizin sizlə olan münasibəti necə idi? Valideynimin mənə dedikləri bu olur ki, qəddar ol. Ağsaqqallarla münasibətin böyük, çox olsun. Ağsaqqallara hər zaman yol verginən ki, sabahsı günü evladın və yaxud da kimsə də sana yol göstərdi. Yol versin ki, ağsaqqalsan, ancaq ağsaqqal deyiləndə hər zaman atadır, anadır, onların böyük nəsiyyəti, onların dediyi sözlər yadından çıxmır. Ən çox onlar deyirdi ki, bala, heç vaxt ah çəkəndən of çəkəni dəymir. Hər ikisinin qolundan qaldır. Kömək eləyə bilirsən, elə. Elə bilmirsənsə, ömür boyu xətrinə dəymir. Əsas sənin içərin təmiz olsun. Necə oldu ki, oradan gəlməli oldunuz? Hər millətin yaxşısı da var, yamanı da var. Yaxınlıqda, qonşuluqda erməni olurdu. Hətta gəlib burada bizim indi yaşadığımız bu yerdə rəngsazlıq edirdi. Onun atası Vazgen var idi. Həmən Vazgen Azərbaycan çörəyi kəsirdi. Azərbaycanlı ilə bir yerdə olurdu. Bizim bir yatacağımız ondan ayrıydı, onun ailəsindən. O dedi ki, 72-ci ildə vaxtında get Azərbaycandan özünə yer də deyirlər. Bunlar yenə o 48-dəki kimi, 5-ci ildəki kimi, 18-ci ildəki kimi yenə başlayırlar nəsə artıq qanları var, qan çıxacaqdır. Vaxtında get, yəni bizim olan münasibətimiz körlanmasın. Rəhmətli atam 92-nin o döyüşü gedən vaxtı, Başkənd döyüşü. Atam piyada, bax qonşumuz Məhəddin rəhmətliklə. Getdi Göyçədən, özləri öz metrikalarını gətdi, arxivdən çıxartdı gətirdi. And ki, deyir, özümün deyir, axşama kimi deyir, oturub oynadığım uşaqlar deyir, indi gelir, hamısı deyir, idarələrdə otururlar. Məni görəndə deyir, hamısı deyir, aya deyir, sən nətər gəlib buraya çıxıbsan? Ancaq deyir, orada Azərbaycan dilini deyir, işlətmədim, deyir mən. Erməni dilində söhbət elədim, hamısı deyir, tanıyır ancaq. Kənardan gələn ermənilər tanımırdılar ki, kimdir bu? Arkeologiyada kəşfiyyata lazım olurdu. Hətta rəhmətli Cahangir Rüstəmov dəfələrlə də deyirlər, gelib gəlirdi. Kəşfiyyata. Deyirdi, bala, bax, bunun bu izi budur, körü budur. Bura falan yerdə, bura falan, buradan qorxu var, buradan qorxu yoxdur. Gədəbəyinin bu Rüstəm Əliyev kəndində hər zaman əlaqəsi olub. Ona görə ki, onun qardaşı, yəni əmim, Rüstəm Əliyev də yaşayırdı. Ona görə o bütün dağların hansı yolları var, nələri var, hamısını bilirdi. Kəşfiyyata gedəndə 12 gün elə belə işlə, açıq yoldur.
Oradan gel hemen bak onda deyirdi ki vaxtında çıxılan yenə 48'də, 18'də kimi yenə coşurlar. Vaxtında aramızda olan münasibətimiz korlanmasın. 1986-cı ildə həmin onlar gəldi, atamla görüşdülər, bəs deyirdi, başlayacaqlar, nə oldu? Dedi, tələsmə, 2 ilə başlayacaq. 88'də gəldi, müharibə başladı. Nəvəsi gəldi, başladı, yəni bir-birini görəndə keçmiş xatirələr yada düşür. Oturub bir stolda kəsdiyi çörək yada düşür. Təndirdə acı çörək pişirirdi. Təndirdə bir tərəfində sən bir şey verirdin, dedik, Allah çörək sən kes, yegilən çörək mi? Onlar başta bizim evdə çörək yerdi, yadıma gəlir. Ancaq həyat yeri gətirdi ki, budur. Geldi bura düştü.